Çox xanımlar mənə müraciət eləyəndə, bax bu kofeni deyirlər ki, bu kofedən içmək olarmı? Nə var burada yazılıb? No added sugar. Arxasını çevirib diqqətlə baxsaz, burada glukoza siropu görəcəksiniz. Görürsünüz? Glukoza siropu. Yəni bunun içərisində glukoza siropu var. Onunla da paralel bitki mənşəli yağlar, süd turşuları. Bitki mənşəli yağlar isə nə deməkdir? Bitki mənşəli yağlar sizə deyim, spreadlər deməkdir, bitki mənşəli yağlar, palma yağı deməkdir və digər yağlar, bitki mənşəli yağlar. Ona görə də bu qida məhsulu, bu kofe pəhriz zamanı heç də məsləhət deyil. Üstündə yazılsa da şəkər əlavə edilməyib, tərkibində şəkər var və təqribi 80 kaloriyə bərabərdir. Yəni bu dəhşətli dərəcədə kalorili və mənasız bir məhsuldur. Nəzərinizdə saxlayın.